Ermənistanın baş naziri Nikol Paşinyanın katolikoslarla bağlı maraqlı bir açıqlaması olub 29 iyun tarixli və gündəm xəbərin efirində bu xəbəri diqqətinizə çatdıracağıq. Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyan təhsil bu dəbdə adlı təşəbbüs çərçivəsində keçirilən görüş zamanı ruhani təbəqə ilə bağlı olan paylaşımlarına dair suallardan narazı qalıb. Bu barədə Ermənistan mediası məlumat yayıb. O ki qaldı mənim ruhani təbəqə nümayəndələri ilə problemim olub-olmamasına və ya onların mənimlə problem yaşayıb yaşamamasına mən hesab eləyirəm ki, bizim ruhani təbəqənin Allahla problemi var. Belə olduğu halda onlar mənimlə necə problem yaşaya bilərlər deyə Paşinyan bildirib. Baş nazir qeyd edib ki, monastırda xidmət edən keşişlər rahiblik adını verərkən İsa Məsihin eniş yerində diz çöküb şəxsi həyata sahib olmayacaqlarına and içirlər. Katolikosun şəxsi həyatı ifadəsi absurddur. Əgər həmin şəxsin şəxsi həyatı varsa, demək ki, o katolikos deyil deyə Paşinyan bildirib. Onun sözlərinə görə ruhani şəxslərlə bağlı məlumatlar ona Milli Təhlükəsizlik Xidməti tərəfindən təqdim olunur və kilsə xadimləri öz davranışları ilə operativ diqqət mərkəzinə düşüblər. Milli Təhlükəsizlik Xidməti baş nazirə tabe olan bir orqandır və bu qurum mənə ölkədəki operativ vəziyyət haqqında gündəlik məlumat verir deyə Paşinyan çıxışında bildirib.